Kanadaya ailəvi və ya tək gəlmək istəyənlər bu videoya diqqətlə və sona qədər qulaq assınlar. Xüsusilə də təhsil vizası ilə müraciət eləmək istəyənlər yeni bir qərara əsasən nələr varsa hamısını sizlə bölüşəcəm. Növbəti 4-5 dəqiqə ərzində hazır olun. Bu videoda dediklərimə diqqətlə qulaq asın. Amma dostlarınızla paylaşmayın. Həmin o məsələ nədir? Deməli, həmi bilir ki, 2024-cü ildən bu yana kollecə müraciət eləyən ailəvi hər hansı bir namizədlər var idilərsə və bunlar təhsil vizası üçün müraciət eləyirdilərsə, istər kollec olsun, istər universitet 2024-cü ilə qədər bir nəfər ailədən təhsil vizasına müraciət eləyəndə yoldaşı da onunla Spousal Open Work Permit-ə, yəni açıq iş axtarmaq icazəsinə müraciət eləyib bir yerdə gələ bilərdi. Amma 2024-cü ildən sonra nə oldu? Qərara gəldilər ki, kollec kənarlaşsın və universitetin müəyyən ixtisasları var ki, 4 sahə üzrə texniki, təbiət elmləri, yəni STEM sahəsində də Science, Technology, Engineering, Math bu sahədə müraciət eləyən bakalavr dərəcələri və master, yəni magistratura təhsili, doktorantura təhsilindən kənarda hansı proqram varsa, ailəvi müraciət eləyəndə bir nəfər təhsilə müraciət eləyirsə, yoldaşı ancaq ya təhsil vizasına müraciət eləyə bilər, ya turist vizasına müraciət eləyə bilər və yaxud da ki, partnerini dəstəkləmək üçün sponsorship vizasına müraciət eləyərək bir yerdə ailəvi gələ bilərlər. Amma bu proqramlar, belə deyək də, kollec təhsilinə müraciət eləmək istəyənlər əvvəllər yoldaşı ilə bir yerdə Spousal Open Work Permit-lə gələ bilirdilərsə, 2024-dən sonra artıq gələ bilmədilər. Məcbur oldular ki, yoldaşı ilə gəlmək üçün ya ən azı master dərəcəsinə müraciət eləsinlər, PhD dərəcəsinə müraciət eləsinlər, ya da bakalavrda saydığım 4 dənə təhsil sahəsinə müraciət eləsinlər ki, yoldaşı ilə gəlsinlər. Və bundan sonra bir çox Azərbaycanlılar və digər bir ölkədən olan hər hansı bir, belə deyək də, viza tələb eləyən namizədlər var idilər ki, bunun yolunu necə elədilər? Ya turist vizasına müraciət elədilər, ya da hər bir ailə üzvü, yəni deyək ki, ailədə 4 nəfər var, 2 uşaq və 2 də valideynlər. Valideynlərdən biri təhsil vizasına müraciət eləyirsə, digəri təhsil vizasına müraciət elədi yenidən və yaxud da ki, turist vizasına müraciət elədi ki, ailəvi bir yerdə gəlsinlər. Uşaqlar isə 18 yaşdan aşağıdırlar deyə dependent uşaq sayıldılar. Yəni ki, birlikdə valideynlər hara gedirsə, uşaq da onlarla bir yerdə getməli olan yaşındadılar deyə uşaqlar da birbaşa turist vizasına müraciət eləyib gəlirdilər. Və sizə lazım olan bir çox sənədlər var ki, tutaq ki, sizin əvvəldən təhsil vizasına müraciət eləyən əsas namizədçi kimdirsə, ona lazım olurdu ki, təhsil qəbulu olsun və yeni bir sənəd çıxartdılar. PAL sənədi və yaxud da ki, Territory Attestation Letter buna da daxildir. PAL Provincial Attestation Letter'dir, TAL isə Territorial Attestation Letter sayılır. Bunu tətbiq elədilər ki, müraciətlərin sayı biraz azalsın və buna nəzarət eləsinlər. Və bu magistratura təhsili və doktorantura təhsilindən kənarda kimlər müraciət eləyirdilərsə, mütləq ki, bu təhsil sənədinə qəbul olunmaq sənədindən əlavə olaraq da PAL və yaxud da ki, TAL sənədi də ehtiyac yarandı. Amma, belə deyək də, bu adamları dayandırmadı. Yəni, bir yerdə gəlmək istəyənlər, digəri turist vizasına və yaxud da ki, yenidən o ailəsi ilə bir yerdə gəlsin deyə təhsil vizasına müraciət elədilər və bir yolunu tapıb gəldilər. Daha sonra PAL sənədində də dəyişiklik oldu ki, namizədlərin sayını biraz da azaltsınlar, biraz da çətinləşdirsinlər, insanları challenge eləsinlər. Neynədilər? Bu PAL sənədini həm magistratura, həm də doktorantura təhsil dərəcəsi üçün də tətbiq elədilər. Yəni siz, belə deyək, təhsil qəbulunu almışsınız və PAL sənədinə müraciət eləyirsinizsə, bakalavr dərəcəsinə, kollec dərəcəsinə lazım idisə əvvəldə, indən sonra isə magistratura və doktorantura dərəcəsi üçün də lazım oldu. Bu da belə deyək, hər hansı bir müddət təşkil edirdik. 2 həftə, 3 həftədə bunu da gözləməli olurdunuz. Bundan əlavə hər hansı bir sənəd lazım idi sizə ki,
Qəbul sənədi, PAL sənədi, sonra supportive dokumentlər var ki, təhsil barəsində sizin dil dərəcəniz varsa, dil təhsili, dil sertifikatı, əgər yoxunuzsa, dil kurslarına başlamaq, daha sonra təhsili götürmək haqqında da qəbul sənədi almalıydınız. Amma adamlar fikirləşirlər ki, mən magistratura təhsili almaq istəyirəm. Ola bilər ki, IELTS sənədim yoxdur deyə əvvəlcədən dil kursuna yazılıb, daha sonra mən başlayım bu dərslərimi oxumağa. Xeyr, bu magistratura və doktorantura təhsili üçün sayılmır. Çünki foundation təhsil dərəcəsi ancaq aşağı təhsil dərəcələri üçün sayılırdı, nəzərdə tutulurdu. Və bu sənədlərdən də kənarda hansı sənədlər lazım idi? Nikah haqqında şəhadətnamə, sonra police conduct certificate, məhkumluq haqqında arayış, daha sonra medical examination və s. və ilaxır bu sənədlər lazım idi. Hər bir müraciətçinin belə deyək də, sənəd növündən və onların backgroundundan, case növündən asılı olaraq da müəyyən əlavə sənədlər də lazım olurdu. Məsəl üçün, boşanmaq sənədi varsa, boşanıbsa, boşanmaq sənədində əlavə eləməli idi və uşağının da atasından və yaxud da ki, anasından ölkə xaricinə çıxarmaq üçün icazə sənədi də olmalı idi. Yəni, müxtəlif sənədlər var ki, namizədçidən asılı olaraq dəyişilirdi. Amma 2026-cı ildə yeni bir qərar nə oldu? Bakalavr dərəcəsi olduğu kimi qalır. Öz yerində magistratura və doktorantura təhsili üçün müraciət eləyənlərdən PAL sənədi belə deyək, necə deyirlər ona? PAL sənədi lazım olmadı. Yəni bu şərt olaraq sizdə sayılmır. 2026-cı ilin yanvarın 1-dən etibarən master və PhD dərəcəsində, doktorantura dərəcəsində müraciət eləyənlər üçün Provincial Attestation Letter və yaxud da TAL, Territorial Attestation Letter lazım deyil. Artıq siz bu sənədi gözləmədən də müraciət eləyə bilərsiniz. Və yenə də deyirəm, əgər düzgün müraciət eləmək və vizadan müsbət cavab səbəbini artırmağa çalışırsınızsa, mütləq sizin Letter of Explanation sənədini düzgün yazmağa ehtiyacınız var. Bu sizin üçün vizaya tiketdir. Vizaya belə deyək də biletdir ki, siz bu Letter of Explanation sənədini çox düzgün, dəqiqliklə və artıqlaması ilə də yox. Nə lazımdırsa onu yazın. Əlavə heç bir şey yazmayın. Bu da sizin üçün ən vacib sənədlərdən biri. Əgər bu sənədin necə yazılmaq olduğunu bilmirsinizsə, mənim kanalda müəyyən sayda var ki, 2 ya da 3 dənə videom var ki, Letter of Explanation sənədi necə yazırlar, o barədə ətraflı video çəkmişəm. Həm öz sənədimi göstərmişəm orada, yerləşdirmişəm, üstündən gedə-gedə 20 dəqiqədən çox video çəkmişəm. Həm də rədd cavabı alan tələbələr var idi ki, əvvəl şirkətlə müraciət ediblər və ya özləri müraciət ediblər. Rədd cavabı alıblar, daha sonra 3-cü, 4-cü dəfədən mənlə müraciət eləyəndə bu Letter of Explanation sənədini necə düzgün yazmışıq və viza almışıqsa, onları da sizin üçün göstərmişəm, video hazırlamışam, baxa bilərsiniz. Sizlə mən Emin Vəlixanov. Deməli, Kanadaya immiqrasiyaya müraciət eləmək istəyirsinizsə, təhsil yolu ilə və yaxud da əyaletlərin immiqrasiya proqramlarına müraciət eləmək istəyirsinizsə, linkdən, indi hansı sosial mediadan baxırsınız bilmirəm, profilin yuxarısında, aşağısında, rəy bölməsində mənim mentorluq, ödənişli mentorluq proqramımın linki var. Qoşularaq yazıla bilərsiniz. Amma bu o demək deyil ki, qəbul olacaqsınız. Göstəricilərinizə baxılacaq. Göstəriciləriniz uyğundursa, sizə ödəniş hesabı göndəriləcək və siz də ödəniş eləyəndən sonra yazılacaqsınız mentorluğa və təyin etdiyiniz vaxtda mənlə bir yerdə mentorluq eləyəcəksiniz. Əgər göstəriciləriniz uyğun deyilsə, sizin görüşünüz ləğv olunur və qəbulda olunmur. Yəni boş yerə siz pul itirməyə ehtiyacınız yoxdur. Yazılın, əgər göstəriciləriniz uyğunsa qəbul eləyək, danışaq və siz də vizanızı daha da yaxınlaşın. Özünüzdən müğayət olun, növbəti videolarda görüşəndə sualınız varsa rəydə qeyd edin. Növbəti videoda görüşəndə yenə deyirəm. Hələlik.